Kitabımızın axarı gəlsin, indən belə yenə gəlsin, davamı gəlsin. Bax, mənim bir aşıq sənətkar yoldaşlarım, qardaşlarım dedi, ay həvəs gəlsən, o vaxtda bir şeir verdim. Nə olur, onu bu məclisdə deyil. Şeir biraz məzəli şeirdir, daha doğrusu. Adətən şairlər qəhrəmanlıqdan yazırlar, sevgi, məhəbbətdən yazırlar. Ancaq bu şeir biraz məzəli şeirdir. Kimdə görüb ondan yazır, ha? Onu sizin nəzərinizə çatdırır. Sevgi verdim yalan şeydir. Her şey olur. Şeirin adı Vəssalamdır. Vəssalamdır. Çəkər oğlan. Deməli, çək, qabağımızı kəsirsən ha. Deməli, günlərin bir günü bir nəfər oğluna qız alır və şair dostuna zəng eləyir ki, sabah bizim danışıqdır, biz qız evinə gedəcəyik, bir dostum kimi istəyərdik ki, siz də bizlə iştirak eləyəsiniz. Bəli, şair dedi, mənim gözüm üstə, baş üstə, Allah mübarək eləsin. Səhərsi açılır, Allah hamımıza xeyirli sabahlar asılsın üzümüzə. Səhərsi günü şair gəlir, oğlan evindən gedirlər qız evinə. Bunları yaxşı pişvaz edirlər, qarşılayırlar, içəri girirlər. Baxanda görürlər ki, stolun bir tərəfində qızın bütün qohumları, əmi, dayı, qohum, hamısı əyləşiblər. Bir tərəfində də bunlara yer əyiliblər, budalar tərəfdən gələnlər bir cərgədə əyləşəcəklər. Baxdı ki, amma hərəsinin qabağında bir yazılar var, vərəqələr var, yazırlar, pozurlar. Maraqlandılar ki, görəsən bu yazdıqları nədir burada? Şair bunu burada qələmə alır. Yazır ki, elçi gəldi bir qıza, xoş idi tədbir qıza. Danışdılar aramla, ehtiramla. Bəyənmişik əzəldən, yoxdur belə gözəldən, bircə mübarək sözü bəxtəfər eylər bizi. Dindi qızın atası, nədir bizə çatası? Hansı ki bunlar o yazdıqları oğlan evindən istədikləridir. Bir neçə çəllək çaxır, 10 kilo çay bəssalam. Bir də seçilmiş düyü, 7 tay bəssalam. Soyutmalıq 40 kilo, əmri yəti bəssalam. Bir də 150 dəstə göy göyərti bəssalam. İsti su 15 yeşik, xeyri sıraf bəssalam. Vurmaq üçün şərbətə, varsa gülaf bəssalam. Nə qaldı yaddan çıxan zurnaçılar vəssalam, bəy verərsə haqqını yaxşı çalar vəssalam. Gülöyşə göy çayları, nər şərabı vəssalam, bir dəvə tapsaydınız, nər qutabı vəssalam. Deməli, dəvətindən qutab istəyirlər. Biz taparıq olmasa baş soğanı vəssalam, indi gəlin dinləyək, üzr istəyirəm hamımızdan, qız doğanı vəssalam. Dedilər, yəqin bu kişi çox dərindən getdi. Qızın anası biraz bunları azalda bilər. Yaxın doğru qız anası baş bəzəyi vəssalam. Daşları almaz İran bilərziyi vəssalam. Qoz təki mirvaridən boyun bağı vəssalam. İşləməsi qızıldan tel darağı vəssalam. Anqlizki medalyon ürək boyda vəssalam. Sırğa dəyirmisindən taxar toyda vəssalam. Brilyantlı saatdan bircə dənə vəssalam. Qaldı üzük barmağın hər birində bircəcik vəssalam. İndi keçək paltara, o vaxtları zərli jaketlər deyirlər, bu yaşlılar bilərlər. İndi keçək paltara, zərli jaket vəssalam. Düymələri gümüşdən, yapon donu vəssalam. Prokuror arvadında gördüm onu vəssalam. Kojası ağ fransız, diş tabanı vəssalam. Geyir Şaskovunun məktəbanı vəssalam. Zimni finski palto, letni flaş vəssalam. Almaq üçün o vaxt raykom deyirlər. Raykom müftəqdə sədrə yanaş vəssalam. Sonra nə lazım olsa oğlan alar vəssalam. Çoxu çıxdı yadımdan, mən bu qədər vəssalam. Bəli. Ziyadxan müəllim, sizin vaxtınızda da var idim belə şeylər. Elçilərin başlarından üstü çıxmalı yavaş-yavaş. Elçilər orlandılar, qız almırıq vəssalam. Qiyməti çox bahadır, biz almırıq vəssalam. Qız da qonşu otaqdan baxır, görür ki, bu elçilər aşıq edib getmək üzrədir. Daha utanmaqdan keçib
Qız dayanıb xəlvəti, acıqlı idi söhbəti. Çıxdı qonşu otaqdan, fikri getdi 100 yerə, təpih vurdu qız yerə. Oğlan bilər, qız bilər, bəxtəfərəm vəssalam. Bazar bağlıdır, ay dədə mən gedirəm vəssalam. Bizim subaylarımızı heç vaxtı belə şeylərdən imtihanına çəkməsin. Amin, amin. Bütün gənclərimiz, gedənlər hamısı xoşbəxt olsunlar inşallah. Mənim də üzərimə bir şəhərli havası düşüb, Güngül şəhərli. Keşif bu dünyanın dərdi sərindən imana gəlmişəm, dinə gəlmişəm. Gətirmişəm, zirvəli dağlardan qar gətirmişəm. Demirəm mən sizə var gətirmişəm, qurub etibardan bina gəlmişəm.